Salam mənim əzizlərim, 2026-cı il şir bürcləri ilə davam edirik. 2026-cı il şirlərin səhnəyə qayıdış ilidir. İlin əvvəli səssiz, ikinci yarısı çox parlaq, şanslı, uğurlu keçəcək. Gəlin indi planetlərin transitlərinə baxaq 2026-cı ildə. 23 iyul və 22 avqust tarixləri şir bürclərinin günəş şirdə olacaq. Özünü göstərmək, liderlik, nüfuz, yeni başlanğıc, ilin ən güclü dövrüdür şirlər üçün. Jupiter şans planeti, böyümə planeti, hər şeyi artıran planet, ən vacibi. 1 yanvardan 30 iyuna qədər xərçəngdə olacaq. Sizin üçün sakit dönəmdir, arxa planda hazırlıq, köhnə mövzuların bağlanmağı, bu işlərlə məşğul olacaqsınız. 30 iyundan 22 iyul 27-ci ilə qədər, yəni bir ildən çox bir müddətdə Jupiter şirdə olacaq. Yəni bu dövr şirlərin qızıl dövrü sayılır. Hər 12 ildən bir olan tranzitdir. Yəni qızıl dövr sayılır sizin üçün. Böyük şans, uğur, şöhrət, sevgi, evlilik, karyerada sıçrayış. Yəni hər şey var. Çox uğurludur. Saturn bilirsiniz ki, il boyu Qoç bürcündə olacaq. Xarici sənədlər mövzuları ilə bağlı biraz gecikmələr ola bilər. Bu gərgin, yəni Saturnun Qoçda gərgin olduğu dönəm 15 fevraldan 10 aprelə qədər birinci fazadır. Bir də 20 avqustdan 15 noyabr. Bütün bürclərə bu aiddir. Həmin tarixlərdə tələsik qərar vermək olmaz. Neptun 1 yanvardan 26 yanvara qədər balıqlardadır. Maliyyə, emosional mövzular gündəmdə olacaq sizdə. 26 yanvardan ilin sonuna qədər Qoçda olacaq. Yanlış ümidlər verilməsi, nəticənin istədiyi kimi olmaması üçün mart və sentyabr aylarının diqqətli olması. Yəni həmin aylar yeni başlanğıclar etməməlisiniz. İl boyu Pluton Dolçada olacaq. Bu sizə qarşı tərəfdən evlilik təklifi gələ bilər. Qarşı tərəfdən ortaqlıq, biznes qurmaq təklifi gələ bilər. Taleyin deyir bir qismətidir deyə qarşılaşacağınız adamlar həyatınıza girə bilər. Bu il sizin qərarsız qalacağınız il olmayacaq. Ya tamam ya davam deyəcəyiniz bir il olacaq. Uran da il boyu Əkizlər bürcündə olacaq. Gözlənilməz tanışlıqlar, sosial mühitdə dəyişikliklər, yeni layihələr, yeni ideyalar. Riskli aylarınız aprel və avqust ayıdır. Güclü aylarınız isə iyul və dekabr aylarıdır. Yəni ki, riskli ay deyəndə həmin aylarda od ünsürlərinə tövsiyə, aqressiya, bir də egolarına diqqət eləsinlər. Qalan hər şey şirlər üçün qızıl dövrdür. Yəni başqa cür ola bilməz. Davam edən kartlarla ay-bay baxaq, görək. Şirlər üçün necə olacaq 2026-cı il. 2026-cı ilin enerjisi. Yanvar ayı, şir bürcü. Keçmiş münasibətləri bitirməlisiniz. Hər şeyi axarına, sakit. Yəni şir həmişə şirdir deyimi var da, yəni özünüzü göstərəcəksiniz. Sizi üzən, bitmək, sizi üzən toksik münasibətlər varsa, onlardan qurtulacaqsınız. Həyata axınına buraxın, axarına buraxın, hər şey yolunda gedəcək. Fevral ayı. Fevral ayı şirlər üçün münasibətlər ön plana çıxır. Ciddi söhbətlər ola bilər, ciddi nəzarət ola bilər, ciddi qərarlar verə bilərsiniz. Burada Saturnun təsiri var fevral ayında şirlər üçün. Ona görə baxın, rəhbər vəzifəsində gəlir. Yəni ki, öz həyatınızın sükanını əlinizə alın. Yeniliklərə açıqsınız, macəralara açıqsınız. Emosional reaksiyalar verməyin. Mart ayı. Mart ayında güvən məsələləri önəmdə olacaq. Özünüzə elə bil ki, özünüzlə baş-başa qalmaq. Hər şey yavaş hərəkət eləyə bilər. Aqressiyadan uzaq olun. Daxili dəyişikliklər planlaya bilərsiniz. Öz daxilinizdə fikirləşəcəksiniz ki, nələri dəyişim, nə yeniliklər eləyim. Aprel ayı. Aprel ayı. Dünyaya baxışınız dəyişir. Yeni ideyalar yaranır. Yəni ki, üsyan eləyə bilərsiniz, köhnəni qəbul etməyə bilərsiniz, yeniliklər istəyirsiniz, günəş doğacaq həyatınızda. Çox səmimi, özünüzə inam dolu bir həyata addım atacaqsınız.
İki qərar arasında qala bilərsiniz, qərarsızlıq yaşaya bilərsiniz. Amma başqaları tərəfindən ideyalarınız çox rahatlıqla qəbul olacaq. Yəni sizin üçün açılma ayıdır, yeniliklərə açılış ayıdır. May ayı şirlər üçün. Dəyişiklik, risk, artıq olan şeyləri atırıq həyatımızda. Yeni qapılar açılır həyatımızda. Bu planetlərin tranzitinə baxanda bu karyera statusdadır. Yəni ki, irəliləyiş mümkündür. Cəsarət eləyin, risk eləyin, irəliləyiş mümkündür. İyun ayı. İyun ayı ətrafınızda, yəni özünüzü biraz günahkar hiss eləyəcəksiniz. Hansısa bir məsələlərlə bağlı. Amma sizin çiçəklənmə dövrünüzdür. İyun ayında planetlərin tranzitinə baxanda dostlardan dəstək alacağınız aydır. Səbirli olun. Yəni tələsik hərəkətlər etməyə çalışmayın. Sizin üçün çox uğurlu aydır İyun ayı. İyul ayı 30 iyunda bilirsiniz ki, Yupiter Şir bürcünə keçir. Şir bürcünə keçir. Saxta, yalanlı insanların vaxtı yetişib, onlar gedir. Həyatınızda şans, uğur, tamamlanma, özünə inam artır. Sanki nəfəs alırsınız. Köhnə dağılır, yeni. Sevgi, yaradıcılıq. Sizin üçün yeni 12 illik döngü başlayır. Avqust ayı. Günəş avqustda bilirsiniz şirdədir. Çox gözəl gəlir, çox. Özünüzü parlaq göstərəcəksiniz. Liderlik, təcrübələrinizdən yararlanacaqsınız. Uğur sizinlədir. İlin ən güclü ayıdır sizin üçün. Sakit, huzurlu, öndə parlayan təcrübələrinizlə, liderliyinizdən öndəsiniz. Sentyabr ayı. Sentyabr ayında biraz diqqət etməli məqamlarınız var. Sizi biraz kədərləndirəcək. Planetlərin tranzitinə baxsaq, bu kədər ola bilər biraz xərclərlə bağlı. Maddi mövzularda anlaşılmazlıqlar ola bilər. Oktyabr ayı ilə davam edək. Tamamlanma hissi, ünsiyyət, nələrsə bitəcək, sözlərin gücü, ani intensiv hərəkətlər olacaq, yəni reaksiyalar olacaq. Oktyabr ayı danışıqlar üçün ideal aydır. Tamamlanmaq, nəysə həllinə, yoluna qoymaq üçün oktyabr ayı çox gözəl aydır şirlər üçün. Keçirik noyabr ayı. Noyabr ayında ev, ailə mövzuları gündəm olacaq. Daxili səsinizə güvənin. Keçmişlə bağlı noyabr ayı emosional aydır. Keçmiş yada düşəcək, nələrsə görə heyfsilənə falan bilərsiniz. Amma sizin üçün qısa da olsa səfərlər gözlənilir. Ola bilsin bu oktyabrın axırı və noyabrın əvvəli olsun. Səfərlər gözləyir. Daxili səsinizə, özünüzə inanın. Dekabr ayına baxaq. Dekabr ayı yaradıcılıq, yeni ideyalar. İli pozitiv bitirirsiniz. Özünüzlə barışıq. Yəni tək qalıb, özünüzə qapanıb bəzi şeyləri yekunlaşdırırsınız. Biraz xərcləriniz çıxacaq dekabr ayda. Yəni bu xoş olan bir şeydir. Yeni ideyalardan falanla bağlı ola bilər. Üçüncü gözünüz açıqdır. Hisslərinizə güvənin. Ümumilikdə şirlər üçün iyuldan sonra böyük şans dövrüdür. Yupiter şirdə olacaq. Avqust ayı şəxsi güc zirvədə olacaq. May ayı karyerada irəliləyiş ayıdır. Dekabr isə rahatlıq ayıdır. Keçək görək illik bizə mələklərin mesajı. Bir kart çəkəcəm mələklərdən. Mələklər bizə nə mesaj verir? Deməli, bir dönəmin və yaxud da bir hadisənin sonu. Bəzi şeyləri bitirirsiniz. Ruhən yenilənmə dövrünüzdür. Həyat sanki dayanmışdı. Artıq siz davam etmək zamanıdır deyib irəli addım atırsınız. Siz zirvədəsiniz. Yəni ki səhnə sizindir. Bu il sizin üçün çox uğurludur. Ümid eləyirəm 2026-cı il sizə sevinç, uğur, şans, sevgi dolu il olacaq. Bu qədər.